Salam, dəyərli dostlar, əziz həmkarlar, abituriyentlər. Uzun müddətdir ki, mən video dərslər paylaşmırdım, hazırlamırdım, amma artıq bugündən başlayaraq zamanla yeni mövzular və olmayan, yəni video izahlarım olmayan mövzuların izahını yenə paylaşacağım inşallah. Bugün ilk mövzu olaraq bədii ədəbiyyat nəzəriyyəsindən, yəni belə deyək, bədii ədəbiyyat nəzəriyyəsindən başlayırıq. Bədii əsərin quruluşu, mövzu, ideya, məzmun, forma, hadisə, surət. Bugün bu mövzuların izahını verəcəyim. Əlbəttə bu mövzuları adını sayıram, amma ola bilsin ki, bir dərsə hamısı çatmasın. Onu dərsin izahı zamanı biləcəyik. Yəni, əgər bir dərsə çatmasa, növbəti, yəni sabahki gündə ardını sizə təqdim edəcəyim inşallah. Beləliklə başlayırıq bədii əsərin quruluşu. Bədii əsərin quruluşu dedikdə biz nəyi nəzərdə tuturuq? Demək, bədii əsərin quruluşu dedikdə biz nəyi nəzərdə tuturuq? Ümumiyyətlə belə deyək, bədii əsərin özü nədir? Özü həyatda baş verən hadisələrin ifadəsidir. Amma olduğu kimi yox, obrazlı ifadəsidir. Yəni bədii əsər həyatda baş verən hadisələrin obrazlı ifadəsidir. Və bu əsər halına düşənə qədər müxtəlif mərhələlərdən keçilir. Yəni bir növ əsər qurulmuş olur. Yəni əsər elə bil müəllif əsəri qurmaqdan ötürü müəllif müəyyən mərhələlərdən keçir ki, biz buna əsərin quruluşu deyəcəyik. Hansı mərhələlərdir bunlar? Yəni yazıcı əvvəlcə belə deyək, əvvəlcə yazıcı nə haqda yazacağı barədə, yəni mövzunu seçir, müəyyənləşdirir. Ardından həmin mövzu ilə bağlı, onunla əlaqədar nəyi çatdırmaq istəyir? Yəni oxucusuna nə demək istəyir? Bir sözlə ideyasını müəyyənləşdirir və bundan sonra əsərə daxil ediləcək hadisələri ardıcıl düzür. Yəni, hansı hadisələri yazacağı hadisələri müəyyənləşdirir. Onları müəyyən sistemə salır. Sistemləşdirəndən sonra o əsər üçün müəyyən forma seçir. Obrazları yaradır. Bax, burada sadalanan bax, bu mərhələlərdən əsəri yazmaqdan ötürü bu mərhələlərdən keçilir. Yəni, yazıcı həyatda olan hadisələri olduğu kimi yazmır. Onu olduğu kimi vermir. Onu dəyişir, üzərində işləyir, öz təxəyyülünə uyğunlaşdırır, əsərin mövzusuna uyğunlaşdırır, demək istədiyi fikrə, yəni əsərin ideyasına uyğunlaşdırır. Beləliklə, bu mərhələlərdən keçəndən sonra əsər qurulur. Yəni, bədii əsərin quruluşu deyəndə biz bunları nəzərdə tuturuq. Hansıları? Mövzunu, ideyanı, məzmunu, formanı, hadisəni və surəti. Bir bunları indi ayrı-ayrılıqda nəzərdən keçirək, baxaq görək birinci mövzu. Mövzu nədir? Mövzu əsərdən ötürü əsas mərhələdir, birinci mərhələdir. Yəni bir yazıcı əsər yazarkən əvvəlcə düşünür ki, nə haqqında yazacağım, nədən yazım? Nədən yazacağım? O nədən yazım əsərin mövzusu olur. Yəni mövzuya ona görə bu şəkildə tərif verirlər ki, yazıcı tərəfindən dərk edilən, qavranılan və dövr üçün səciyyəvi olan hadisələrdir. Demək, mövzu odur ki, yazıcı onu dərk edir, onu qavrayır, həm də nəzərdə alır ki, seçdiyi mövzu yaşadığı dövr üçün, oxucular üçün səciyyəvidir. Buna uyğun bir mövzunu seçir. Yəni, birinci mərhələ budur, mövzunu seçmək. Mövzu deyəndə biz nə düşünürük? Məsələn, vətən mövzusu ola bilər, müharibə mövzusu ola bilər, sülh mövzusu, məhəbbət mövzusu, əmək mövzusu, valideyn, evlad və s. belə mövzular çoxdular. Yazıcı da bu mövzulardan birini seçir. Və bəzən belə bir şey də olur ki, məsələn, yazıcı bir dənə mövzunu seçir. Əsas mövzu, biz buna deyəcəyik əsas mövzu, yazıcının seçdiyi əsas mövzu. Yazıcı bunu seçir. Amma ona uyğun və yaxud da fərqli, ondan fərqli bəzən yardımcı vasitələrdən, yardımcı mövzulardan istifadə edir. Yəni, bu nə deməkdir? Yəni, əsas mövzu ilə bağlı olan əlavə mövzulardan da istifadə edir.
Məsələn, bunu anlamaq üçün, başa düşməkdən ötürü belə bir, məsələn, belə bir şey deyək. Tutaq ki, 44 günlük müharibəmiz, qələbə ilə başa çatan müharibəmiz mövzusunda, məsələn, bir əsgərin həyatı haqqında yazıçı bir əsər yazır. Müharibə mövzusunda əsas da nəzərdə tutub bir nəfər əsgərin həyatını. Onun haqqında mövzu yazır. Müharibədir mövzu. Bu əsgərin igidliyini verir, qəhrəmanlığını verir, cəbhədəki fəaliyyətini göstərir. Amma təkcə belə olsa, həm o əsgər surəti tam açılmış olmaz, həm də bir növ mövzu sönük alınır. Ona görə də yazıcı bu əsəri yazarkən, müharibə mövzusunda əsgər həyatından yazarkən, bax, bəzi yardımçı mövzulardan istifadə eləyir. Bu yardımçı mövzu, məsələn, nə ola bilər orada? Həmin əsgərin valideynlərinə münasibəti ola bilər, anasına məktub yazar, ondan məktub alar, kövrələr. Demək, bununla biz onun ailə münasibətini öyrənirik. Və yaxud əsgərin sevdiyi qız ola bilər, ondan əlaqə saxlaya bilər. Biz bundan həmin əsgərin duyğularını da öyrənmiş oluruq. Yəni, elə bir obraz canlanmış olur, obraz bütövlənmiş olur, genişlənmiş, bütöv bir obraza çevrilə bilir. O zaman biz deyə bilmərik ki, məsələn, burada əsas mövzu nədir? Valideyn əsgər münasibəti, xeyr. Deyə bilmərik ki, burada əsas mövzu məhəbbət mövzusudur, çünki əsgərin məhəbbətinə yer verilib. Yenə də xeyr. Əsas mövzu müharibə mövzusudur. Onun fonunda yardımçı mövzulardan, yəni məhəbbət mövzusundan valideyn-evlad münasibətlərinə də toxunulmuş olur. Bax, beləliklə birinci mərhələ əsas mövzunun seçilməsidir. Yadda saxlayırıq ki, mövzu haqqında burada qeyd olunanlar mövzu tarixi xarakter daşıyır. Tarixi xarakter daşımaq o deməkdir ki, tarixən yazıçılar, şairlər mövzunu seçiblər. Mövzunu sənətkar seçir və ədəbiyyatda mövzu dairəsi dəyişə bilir. Ədəbiyyatın mövzu dairəsi dəyişə bilir. Bunun mövzu dairəsinin dəyişməyi nə deməkdir? Məsələn, bir yazıcı ilə ancaq müharibə mövzusuna yazmır ki, başqa mövzulardan da yazır. Sonra bəzən zamanla elə mövzunun özü də dəyişir. Aktual mövzu ola bilir. Aktual mövzu bu nə deməkdir? Aktual sözün mənasını bilirik, günün tələbi demək. Yəni belə deyək, mövzunun aktual olmağı və yaxud da olmamağı nə demək? Aktual mövzudur ki, dövr üçün, həmin dövr üçün, müəyyən bir dövr üçün mövzu elə bir gündəmdə olur, aktual olur. Ondan hamı yazır. Məsələn, elə 44 günlük müharibə dövründə bütün ölkənin fikri müharibəyə yönəlmişdi. Hər kəs ondan yazırdı. Nəinki ədəbiyyatda, nəinki əsərlərdə, nəinki şeirlərdə, hətta musiqidə də gördünüz nə qədər bizim gözəl mahnılarımız meydana çıxdı həmin dövrdə. Yəni, hər sahədə olan kimi ədəbiyyat sahəsində də aktual mövzuya çevrilir. Aktual mövzu olur. Amma müharibə bitəndən sonra, müəyyən müddətdən sonra mövzu köhnəlmiş olur. Onun yerini başqa bir mövzu tutur. Demək, aktual mövzu nə deməkdir? Müəyyən dövrdə dəbdə olan, bir növ modda olan, həmən dövr üçün aktual olan, hər kəsin müraciət elədiyi mövzu. Bu mövzu aktual mövzu olur. Günün tələbindən yaranan mövzu olur. Klassik ədəbiyyatımızda, bizdə indi belə deyə aktual mövzu ən çox bizdə məsələn klassik ədəbiyyatda, bir də müasir ədəbiyyatda olan mövzular var. Məsələn, bizim klassiklərimiz, klassik ədəbiyyatımızın nümayəndələri romantik mövzulara daha çox üstünlük verirdilər. Məhəbbət romantikasından daha çox yazıblar. Nizaminin əsərləri romantikdir, Füzuli romantikdir, Dəhnamə əsərində var. Yəni, romantizm güclü idi. Amma sonradan bilirik ki, realizm, Vaqifdən sonra yaranan realizm get-gedə genişlənir və bugün də bizim ədəbiyyatımızın əsas mövzu demək ki, realist mövzudur. Və yazıçının münasibəti də, yazıçının mövzu dairəsi də genişlənə bilir. Yazıçının mövzu dairəsi də fərqli olur, fərqlənə bilir. Bu da o deməkdir ki, eyni mövzuya, yəni mövzu dairəsi o deməkdir ki, belə deyək də, bir mövzudan bir yazıcı yazırsa, bu demək deyir ki, da o mövzudan başqa yazıcı yaza bilməz. Əlbəttə, hər kəs eyni mövzuda yaza bilər. Bayaq dediyimiz kimi, müharibə mövzusuna hər kəs yazır. Məhəbbət mövzusuna
Tək-tək bizim sənətkarlarımız var ki, məhəbbət mövzusunda əsərləri yoxdur. Bütün dövrlər üçün, bütün zamanlar üçün aktual olub məhəbbət mövzusu desə, yəni hər kəs o barədə yazıb. Və beləliklə biz nə deyə bilərik? Deyə bilərik ki, eyni mövzuya bir çox sənətkar toxuna bilər. Bir mövzuda bir neçə yazıcı yaza bilər. Müasir ədəbiyyatın mövzusu nədir? Məsələn, bugünkü gündə bizim əsas mövzu nədir? Müasir ədəbiyyatda mövzu nədir? Vətən mövzusu var, şəhidlər haqqında var, şəhidlik mövzusu var, azadlıq mövzusu var, məhəbbət mövzusu var, xalqın həyatı, güzəranı, biz məişət mövzusu deyirik, bunlar var. Yəni, müasir ədəbiyyatda yazılanlar, bugünkü günümüzdə yazılan mövzular bunlardır. Bunlar haqqında sənətkarlarımız daha çox yazırlar. Demək, mövzunun nə olduğunu təxminən öyrəndik. Bildik ki, mövzu nədir? Mövzu yazıçının seçdiyi həyat materialı. Yazıçı mövzunu seçir. Özünə uyğun olan. Yəni, yazıçıda bu barədə tələb yoxdur ki, sən mütləq bu barədə yazmalısan. Mütləq bu mövzunu seç, bunda işləməlisən. Elə bir şey yoxdur. Yazıçı mövzu seçməkdə azaddır. Özünə yaxın bildiyini, o mövzuda daha çox uğur qazana biləcəyini düşünən yazıcı həmin mövzunu da seçir, o mövzu üzərində işləyir. Bəs seçilən mövzu seçiləndən sonra yazıcı bundan nə demək istəyir? Tutaq ki, bu mövzunu seçdi. Seçdiyi mövzuda əsəri yazmalıdır artıq. Amma yazıcı mövzunu elə-belə seçmir. Onunla bağlı nə isə düşünür. Düşünür ki, seçdiyim bu mövzu ilə mən nə deyəcəm? Adamlara nə haqqında məlumat verəcəm? Yazıcıda fikir yaranır, müəyyən fikir. O fikri çatdırmaq istəyir adamlara, oxucularına onu aşılamaq istəyir. Və hadisələrin gedişi də gətirib o qənaətə çıxarmalıdır yazıcının əsəri. Bax, həmin o yazıcının çatdırmaq istədiyi, oxuculara demək istədiyi fikir, gəldiyi qənaət əsərin ideyası olur. Məsələn, belə bir nümunə deyək. Tutaq ki, yazıcı valideyn-övlad münasibəti haqqında bir əsər yazmaq istəyir. Övlada demək istədiyi fikir budur ki, ay oğul, valideynlərinlə yaxşı rəftar elə, onların qədrini bil. Yoxsa zamanla onlara valideynə yaşatdığını sən də yaşayacaqsan. Bu fikri demək istəyir. Bundan ötürü yazıcı nə etməlidir? Bu fikri, demək istədiyi bu fikri, ideyanı əsərinə seçdiyi mövzuya uyğun, ona uyğun hadisələr verməlidir və o verdiyi hadisələrdən ardıcıllığından, işlənən hadisələrin ardıcıllığından, baş verən əhvalatlardan həmin nəticə çıxmalıdır. Nə ola bilər burada? Hansı hadisələr ola bilər? Burada belə ola bilər, bəli, bir ana evladını böyüdüb, evlad indi evlənib, ailə qurub, ailəsi var, artıq ananı saymır, kobud rəftar eləyir, evdən qovur, müxtəlif hadisələrin nəticəsi. Və sonra həmin evladın özünün də evladları anasına yaşatdıqlarını ona yaşadır. Bax, bu qənaətə şairin, yazıcının gəldiyi bu qənaət, oxucuya demək istədiyi bu fikir ki, valideynlərinizin qədrini bilin, yoxsa onlara yaşatdığınızı zamanla siz də yaşayacaqsınız. Bu, deyilən hadisələr barədə yazıcının demək istədiyi fikir və beləliklə də həmin əsərin ideyası olacaq. Demək, əsərdə baş verən hadisələr, yazıcı ya həmin hadisələrlə razılaşır, ya da razılaşmır. Razılaşsa da, razılaşmasa da, əlbəttə bu yazıcının istəyindən asılıdır və əsərdəki hadisələrdən asılıdır. Yazıcı razılaşmadığı hadisəni də verir, razılaşdığı hadisəni də verir və sonda gələn nəticə bu olur. O demək istədiyi fikri, ideyanı yazıcı təbliğ eləmək istəyir. Bax, buna da biz deyirik bədii əsərin ideyası. Deməli, ideya nədir? Yazıcının qələmə aldığı həyat hadisəsi haqqında gəldiyi qənaətdir, çıxardığı nəticədir, oxucuya təlqin etdiyi fikirdir. Demək, mövzu ilə ideyanın əlaqəsi artıq budur. Biz bildik ki, mövzu ilə ideya bir-biri ilə sıx surətdə bağlıdır. Yazıcı mövzunu ona görə seçir ki, demək istədiyi ideyanı
həmin mövzu, seçdiyi mövzu vasitəsilə oxucularına çatdırsın. İdeyanı necə müəyyən etmək olar? Bir əsərdən əlbəttə ki, bayaq necə dedik, o mövzular var, əsas mövzu, yardımçı mövzu. Bir əsərdən də bir neçə fikir, ideya çıxarmaq mümkündür. İdeyanı müəyyən etməkdən ötürü birinci mövzunun əhatə dairəsinə baxırıq. Məsələn, bu mövzu, əsas mövzu tutaq ki, vətənin müdafiəsidir. Yardımçı mövzular nə var? Məsələn, evlad münasibət ola bilər, başqa mövzular da ola bilər. Biz bunu nəzərə alırıq. Mövzunun əhatə dairəsi nədir? Ardı ilə əsas səfəlatı, sonra yardımçı epizodları da nəzərə alıb biz əsərin ideyasını müəyyənləşdirə bilərik. İdeyada bir seçdiyimiz əsas ideya, yəni yazıçının əsas hadisələrdən çıxan nəticə və yardımçı hadisələrdən də çıxan nəticə ola bilir. O zaman əsas ideya, bir də digər ideyalarda biz nəzərə alırıq. Demək, mövzunun seçdik, ideyanı da müəyyənləşdirdik, yazıçı nəyi deyəcək, oxuculara nəyi çatdıracaq və qalır indi ardı ilə əsərin məzmunu və forma xüsusiyyətlərini müəyyənləşdirmək. Birinci baxırıq məzmuna. Məzmun deyəndə biz nəyi nəzərdə tuturuq? Bədii əsərdəki hadisələr, baş verəcək hadisələr və həmin hadisələrin ardıcıllığını. Əlbəttə, bu epik və dramatik əsərlərə aiddir. Əgər əsər lirik əsərdirsə, orada da məzmun var. Lakin oradakı məzmun hadisə yoxdur orada. Orada sadəcə hadisədən doğan hiss, həyəcan var, tərənnüm var. Biz indi hadisələr olan əsərlər haqqında danışaq. Yazıcı artıq müəyyənləşdirib ki, bu mövzuda əsər yazacaq və oxucuya bunu deyəcək, bu fikri aşılayıb çatdıracaq. Bundan sonra yazıcı başlayır əsərin ikinci mərhələsini hazırlamağa. Bu da nədən ibarətdir? Əsərdə veriləcək hadisə. Hansı hadisələr verəcək? Müəyyənləşdirir, məsələn, bir hadisə tutaq ki, sonra başqa bir hadisə, sonra üçüncü başqa bir hadisə, dördüncü başqa bir, beşinci başqa bir. Beləliklə çox, yəni hadisələr də elə olur ki, yazıcı yazdıqca və yaxud da düşündükcə ağlına yeni fikirlər gəlir, yeni hadisələr gəlir. Və bu hadisələrin əsər yazmağa başlamazdan əvvəl bunların hamısını müəyyənləşdirir, hadisələri öz qeydlərinə aparır və sonra bu hadisələri başlayır düzməyə. Yəni, hələ hadisələri qarışıq yazıb. Düşünür ki, məsələn, birinci tutaq ki, qoy bu dördüncüyə bura yazım, bu hadisə ilə başlayayım. Ardı ilə bunu verim. Məsələn, birinci bunu verim, ikinci bunu verim, üçüncü bu hadisəni verim, dördüncü bunu, beşinci bunu. Bu şəkildə hadisələrin ardıcıllığını müəyyənləşdirir. Müəyyənləşdirəndən sonra əsərin formasını düşünür. Demək, niyə görə deyirik ki, forma məzmuna uyğun olmalıdır. Forma məzmuna uyğun olmalıdır və onu tamamlamalıdır. Niyə görə deyirik? Məsələn, müəllif baxır ki, burada tutaq ki, hadisələrin sayına baxır da, kiçikdir, baxır ki, bu kiçik hadisələrdirsə, deməli buna hadisə varsa burada əlbəttə buna ya epik seçməlidir, ya da dramatik seçməlidir. Əgər epik növü seçirsə, ədəbi növ kimi, hadisələrin sayına uyğun, məsələn, baxır ki, kiçikdir, buna hekayə seçə bilər. Hekayə paltarını geyindirə bilir, yəni hekayə formasını verə bilir. Sayı çoxdur, povest ola bilər, lap çoxdur, roman ola bilər. Və yaxud da dramdırsa, dram əsəri yazırsa, buna da uyğun. Baxır, məsələn, bu bir pərdəli ola bilər, iki pərdəli, üç, dörd pərdəli ola bilər. Bax, bunlar olur əsərin forması. Demək, məzmunda hadisələr verilir, hadisələri müəllif günlərlə düşünür. Və yaxud da həyatda eşitdiyi hadisələr, hər gün gördüyü hadisələr. Biz hər gün hadisələr görürük. Biz gördüyümüz hadisələrə və ya eşitdiyimiz hadisələrə biz adi qəbul edirik, adi hadisə kimi. Amma yazıcı bu hadisəni eşidən kimi düşünür ki, bu bunun əsərinə uyğundur. Bu bunun əsərinə uyğun hadisədir. O saat həmin hadisəni gətirir əsərə, qeydini aparır. Bütün hadisələri düşünəndən sonraki, yəni əsər belə başlayacaq, sonda da belə olacaq, əsərin qəhrəmanı ya səhvini dərk edib, anasından üzr istəyəcəkmi, ya öləcəkmi, ya toyla bitə bilərmi? Yəni, müxtəlif hadisələr, yəni əsər necə başlanır, necə bitir, bunları müəllif müəyyənləşdirəndən sonra, hadisələri müəyyənləşdirəndən sonra, onların ardıcıllığını düzəndən sonra məzmuna uyğun formanı seçir. Formada nə oldu?
əsərin ədəbi növü, əsərin janrı. Bunlar formanı, demək, forma xüsusiyyətlərinə əsərin bunlar daxildir. Başqa sonra nə var bundan bağlı deyək? Demək, məzmunla forma vəhdətdədir. Bir-birini tamamlamalıdır. Baxın, deyirik ki, məzmun formanı müəyyən edir. Bunu nətər başa düşdük? Başa düşdük ki, baxırıq məzmunun ölçüsünə, hadisələrin sayına, əsərin təxmini uzunluğuna baxıb, ona uyğun formanı seçirik. Yəni, hekayə mi, roman mı, povesi mi, nə olacaq? Onu müəyyənləşdiririk. Deməli, məzmun müəyyənləşdirdi formanı. Amma forma pasiv deyil. Forma da məzmunu tamamlayır. Forma məzmunu tamamlayır. Demək, bunlar bir-biri ilə sıx əlaqədə bağlı olurlar, əlaqəli olurlar. Amma bəzən də bunların arasında da bir ziddiyyət yaranır. Ziddiyyət yaranır. Bu ziddiyyət nədən ibarət? Nətər olur bu ziddiyyət? Belə deyək. Məzmun bilirik ki, tez dəyişir. Forma dəyişməsi uzun zaman alır, gec dəyişir. Məzmun dəyişir. Getdikcə, ümumiyyətlə, həyat inkişafdan ibarət. Bilirik ki, daim həyat dəyişdikcə, inkişaf elədikcə, yeni nələrsə yarandıqca, yeni məzmun da yaranır. Və bu yeni məzmun yarananda forma axı yenilənməyib, məzmun yenilənib, forma qalıb. Bax, bu zaman məzmun özünə yeni forma istəyir. Yeni, belə deyək də, məzmun elə bir insandır, formada onun əyni başıdır, paltarıdır deyək. İnsan da daim yeni paltar istəyir, əlbəttə ki, yeni dəb istəyir, yeni paltar istəyir. Məzmun dəyişir, yenilənir, forma köhnə qalıb. Bax, bu zaman kəsiyində, yəni yeni forma yaranana qədər ki müddətdə məzmunla forma ziddiyyətdə olur. Bax, bu ziddiyyət bəs necə tamamlanır? İndi ziddiyyət necə aradan qalxır daha doğrusu? İndi bu barədə deyək. Demək, deyirik ki, məzmunla forma bəzən zidd olur, bir-birinə zidd olur. Yəni, ziddiyyət təşkil edir. Bu ziddiyyətində həm səbəbini bildik, həm də bu ziddiyyətin sonu necə olur? Bunlar necə bir-birini tamamlayır? Bunu indi öyrənəcəyik. Yəni, deyirik ki, forma məzmunu tamamlayır, məzmun formaya sığmalıdır. Məzmun formaya sığmalıdır və məzmun artıq yenilənib, genişlənib. Məzmun artıq köhnə formanı istəmir, yenilik istəyir. Biz bunu lirik əsərlərdə daha çox görürük. Baxaq, indi bax, lirik əsərlərdə biz daha çox görürük bunu. Yəni, necə görürük? Biz bilirik, qədim klassik ədəbiyyatımızda şeir janrları var idi. Qəsidə, qəsidənin ayrı-ayrı növləri, sonra rübai, tuyum, mürəbbi, müxəmməs və s. növlər var idi. Bu janrlar artıq məzmun dəyişəndə bu yeni məzmun o formanı istəmir. Yəni, məzmun, yenilənən məzmun artıq mətiyyəni istəmir. Sonra, məsələn, qəzəl düzdür, bugün qəzəl yazılır, yazıla bilən var, məsnəvini istəmir. Yeni forma istəyir, müxəmməsi istəmir. Baxın, sonradan yaranan beşliklər var. Beşliklər. Bu beşliklər axı klassik ədəbiyyatda yalnız müxəmməs olub. Beşlik şeir janrı müxəmməs düşünülüb. Amma artıq məzmun dəyişib, yeni məzmun o müxəmməsə sığmır. Bu zaman nə olur? Müxəmməsin qanun qaydası var da, 5 dənə A olmalıdır, sonra B, A olmalıdır. Amma görürsünüz ki, sonradan yaranan 5 misralı şeirlər də bu qayda yox, pozuldu bu. Demək, bu köhnə forma idi və bu formanı yeni məzmun bəyənmədi, istəmədi və yeni beşliklər yarandı. Yəni, bildiyimiz A, B. Bu şəkildə qafiyələnən biz Səməd Vurğunun Azərbaycan şeirini, Heydər Babaya Salam poemasını dərsliklərimizdən, Süleyman Rüstəmin Təbrizim şeirini dərslikdən bilirik. O cümlədən başqa da dörtlüklər də, məyər bugün yazılan dörtlüklərin hamısı mürəbbi janrındadır? Xeyr, əlbəttə ki, deyil. Bugün yaranan janrlar, dörtlüklər artıq yeni format və bu formaların adı yoxdur. Yəni, müxəmməs yoxdur, müsəddəs yoxdur, mürəbbi yoxdur. Yəni, o janr var ha, janrda indi də yazıla bilər. Amma yazılan çox əsərlər artıq o formadan çıxıb. Elə bir növ qanunu pozublar olar. Və bunların adı olmadığına görə biz bunları ancaq şeir şəkli ilə adlandırırıq. Yəni, dörtlük şeir şəklində yazılıb deyirik, beşlik şeir şəklində deyirik və s.
Bax bu şəkildə deyirik. Beləliklə yeni məzmun yeni yarananda məzmun çox dəyişir, sürətli dəyişir, amma forma biraz gec dəyişir. Dəyişsə də yenə də formalığında qalır. Və yaxud da A, B, B, C, C şəklində onlar o şəkildə qafiyələnməyə bilən şeirlər var. Bu tipdə şeirlər və yaxud da məsələn qitə janrını biz bilirik də A, B, C, B, D, B bu şəkildə yazılır. Bu şəkildə amma qitənin forması nə olmalıdır? Həcmi nə qədər olmalıdır? 10 beyt, amma ola bilsin ki, bu beytlərin sayı çox olsun. Deməli, bu artıq qitəlikdən çıxır. Bax, ona görə də forma dedikdə yeni janrlardır. O janrlar artıq yenilənir. Yəni, köhnə janrları yeni məzmun istəmir, bəyənmir, bir növ yenilənmiş olur. Və son olaraq onu deyək ki, bədii əsərin məzmununa mövzu və ideya daxildir. Bədii əsərin mövzusu və ideyası daxildir onun məzmununa. Forma xüsusiyyətləri isə onun ədəbi növü, janrı, orada işlənən təsvir ifadə vasitələri və s. bunlar da aiddir bədii əsərin forma xüsusiyyətlərinə. Bugünlük bu qədər biz hadisə haqqında dedik, amma bir də yenə də deyəcək, surətlər, bədii əsərdə surətlər, o surətlərin yaradılması haqqında növbəti dərsimizdə izahını verəcəyik. Son olaraq videonu, bu izahı, video dərsi paylaşmağı, bəyənməyi, rəy yazmağı sizdən xahiş edirəm. Hələlik sağ olun, gecəniz xeyrə qalsın.